Salam əziz dəyərli izləyicilər. Bugün sizə Oğlaq bürcünü təqdim edirəm əzizim. Bax. Əziz Oğlaq. Bu həftə bəziləriniz aktiv olacaqsınız. Gələcəklə əlaqəli yatırım etmək istəyirsiniz. Bəzilərinizin ev almaq niyyəti var, səyahətə çıxmaq niyyəti var. Bəzinizdə elə bir sanki qırağa çəkilib, sanki müşahidə edirsiniz. Yəni, düşüncələr içindəsən ki, indiyə qədər getdiyim yol doğrudurmu? Bəlkə də içində saxladığın uzun müddətdir suallar, cavabsız qalan sualların var. Demədiyin hisslər, sözlər yavaş-yavaş üzə çıxmağa başlayacaq. Özünü həm güclü, həm də qəribə dərəcədə həssas hiss edə bilərsən. Daxilində bir dəyişiklik yetişir elə bir. Amma bu dəyişiklik yəni səs-küy ilə deyil, sakit və dərin şəkildə gəlir sənə. Bu həftə səni yoran şeylər daha da aydın görünəcək. Səni gücləndirən insanlar özlərini açıq şəkildə göstərəcəklər. Hər şey səni bir qərara doğru aparacaq. Bu qərar taleyini birdən değişməyəcək, yox. Gələcək yolunu elə bir sənin əziz Oğlaq müəyyən edəcək. Bax, iş həyatında səni çəkən elə bir, bu həftə səni sınağa çəkən enerjilər var. Hər şey istədiyin sürətlə getməyə bilər. Bu səni əsəbləşdirməsin, əzizim. Bu gecikmələr səni qorumaq üçündür. Bu həftə iş yerində gizli söhbətlər, pərdə arxası planlar keçəcək. Bəziləriniz isə sənin zəhmətini görəcək. Bəziləri isə səni səssizcə ölçüb biçəcək. Sən isə sakitliyini qoruduqca daha da güclü görünəcəksən. Yeni məsuliyyətlər, əlavə tapşırıqlar verilə bilər. İlk baxışdan ağır görünə bilər bu işlər sənə. Amma gələcəkdə mövqeyini möhkəmləşdirəcək. İş dəyişmək istəyən oğlaqlarsa bu həftə qərar verməkdən çox düşünmək, məlumat toplamaq vaxtıdır. Səbirlə hərəkət etsən, bu fevral ayı sənin üçün yeni qapılar açacaq əzizim. Biraz bəzi oğlaqlarda bir güvənsizlik yaranmış. Sevgi həyatında bir qarşı tərəfin susqunluğu və ya qarşı tərəfin dəyər verməməyi elə bir səni yerlə yeksan etdi bəzi insanlar. Arada məsafə qoyub, heç neydən incik olub getmiş biriləri qayıda bilər. Bir üzləşmən ola bilər. Üzləşmədə də sakit qaldıqca içinə ata bilmədiklərin ki var, içində bastırıb yaşadıkların oldu. Böyük bir hesablaşmalar ola bilər. İş həyatın, karyera həyatın sıxıntılı keçmiş, bəzilərinizin yüksəlişi də yavaş-yavaş olacaq. Boynu bükük vəziyyətdə durmuş biriləri bir işlə əlaqəli sıxıntı yaşamış və ya ət çevrənlə əlaqəli. Bax, ailə içində də ya çevrəndə də hər kəs ətəyindəkilərini tökə biləcək. Sənə çox ilişdilər, əziz Oğlaq. Ciddi danışaraq qarşılıqlı söhbətlərin ola biləcək. Araşdırma edəcəksən, elə bir qara dəftəri bağlayırsan. Bəzi insanlar sənin addımlarına təəccüb edə biləcək. Yəni, o dəftərə ki, siyahət yazımsan o insanları artıq bağlayıb həyatından silib çıxaracaqsan. Ruhən özünü rahat siləyəcəksən. Arxandan keçən, çevrilən işlər var. Sənin təmiz niyyətin olduğuna, bax, sənin arxandan işlər çevrilir. Gözün biraz açıq olsun. Yavaş-yavaş yüksəlişlə yüksək mərtəbəyə qalxa bilərsən. Bəzi insanlarla bağlantını kəsmək istəyəcəksən. Öz istədiyin kimi dəyişəcəksən. Öz içindəki xəzinəni kəşf etdin. Dəyərli olduğunu biləcəksən. Bəzi insanlardan uzaqlaşacaqsan. Yeni başlanğıclar etməyə başlayacaqsan. İçindən, bir işin içindən çıxa bilmirsən. İçini yiyir, əzizim. Bəzən ağlayaraq sənə tərəf gələnlər ola biləcək. Sən düşmən sayəsində çox gücləndin. Bəzən bir şeylərə taxılıb qalırsan. Maddiyyatla səni düşündürən məsələlər artacaq. Yəni, gələn maddiyyat səni tam qane etmir. Bəzən özünü çox verirsən, amma qarşılığını gec alırsan, əzizim. Bu həftə maddi planların yenidən gözdən keçirəcəksən.
lazımsız xərcləri, yəni hamısını görəcəksən ki, lazımsız xərclər edirsən. Amma faydalı yatırımları da fərqləndirə biləcəksən. Qəfil çıxan xərclər mümkündür sənin üçün bu həftə. Xüsusilə evə, ailəyə, övlad varsa övlada sağlamlıqla da bağlı. Yəni bir məsuliyyətə çəkəcəksən özünü. Borc məsələlərində yavaş-yavaş yoluna düşə biləcək. Kiməsə pul vermək, ya kimdənsə pul almaq məsələsində biraz bu həftə ehtiyatlı ol. Hər kəs sənin qədər dürüst deyil, əziz oğlaq. Bax, bu həftə biraz taxılıb qalacaqsan bəzi işlərə. Bəzi itkilərin də olmuş, əzizim. Negativlərdən yavaş-yavaş uzaqlaşacaqsan, aktivləşəcəksən. İkinci bir evlilik istəyən biriləri var, dəstək ola biləcək sənə. Qara buludlar dağılacaq. Bəzinizin gözündən axan yaşlar oldu. Təməli möhkəm olan işlə əlaqəli, sevgi ilə əlaqəli, təməli möhkəm olan bir işə addım atacaqsan. Köklü bir təmizlik edəcəksən. Bəzi qohumlar var ki, əzizim, sənin yüksəliş və sənin başarığına qısqanırlar. Xəyal qurdun, seçim etdin, sabit fikirlərinlə, sivri dilinlə fəaliyyətə girəcəksən, əzizim. Bəzən sıxıntılı işlərin olanda halsız, yorğun, bir şey istəmirsən etmək. Karyeranı da otuzdıra bilmədiklərin var, əməyin qarşılığını ala bilmədiyinə görə biraz narahatsan. Biraz diqqətli ol ki, geri getməyəsən, əzizim. Həyatında bir dəyişim olacaq. Mücadilə nə üçün etdinsə, onun qarşılığını alacaqsan. Yeniliklərə yol açırsan, əzizim. Yeniliklər var. Rəqabətlər var. Bax, bir plan edəcəksən. Ailə içindən birilərinin tənbəlliyi. Özünə çox rahatlıq istəyir, konfor istəyir. Təhsillə, ya bir işlə əlaqəli layihələrin varsa bitirməyə qərar vermə, tələsmə, əzizim, səbr et. Getmədiyin bax yerlərə gedəcəksən, məhkəmə məsələlərin varsa gözəl xəbərlər alacaqsan. Dolça, tərəzi, əkizlər həyatınızda varsa, yəni həyatı sizə dar edə bilər və ya aranızda heç nədən inciklik, küskünlük ola bilər. Ya sizə qarşı zərər verə bilərlər. Həyatından onlardan birini çıxarmaq istəyəcəksən, yəni bu bürcdən biriləri. Bir rahatlanma ola biləcək. Səni manipulə edən var. Güclüsən, dayanıqlısan, əzizim. Fevral ayında o qədər yorulmuşsan ki, yetər artıq deyəcəksən birilərinə. O yorğunluğundan bəzi işlərindən vaz keçməyəcəksən. Sevgi mövzunda çox dərin, az, yəni bir də ağır enerjilər də gəlir sənə tərəf elə bir. Ailəli olan oğlanlar, münasibətdə sevgilisi olan oğlaqlar, üzr istəyirəm, məsuliyyət mövzusunu daha da çox hiss edəcəksiniz. Bəzən bəzi məsuliyyəti tək daşıdığına hiss edirsən. Amma bu həftə açıq danışacaqsan. Açıq danışaraq çox şey dəyişə bilərsən. Sözlərini içinə atma. Sevgilisi olan oğlaqlarsa bu həftə duyğuların sınağında olacaq. Qarşı tərəfin sənin hisslərini anlayıb anlamadığına bir sual ortaya çıxacaq. Subay oğlaqlarsa bu həftə qəribə bir qarşılaşmalar mümkündür. Keçmişdən biri yenidən gələ bilər. Amma bu dönüşün səbəbi sevgi ilə deyil, əzizim. Elə bir həyatında sən bir dərs almısan artıq. Bu dərs kimi. Qəlbini dərhal açma. Çünki zaman hər şeyi sənin üçün oğlaq göstərəcək, amma sən tələsmə. Ailə içində köhnə olan mövzular açılacaq. Bəzi sözlər var ki, danışılmayıb. Bəzi söhbətlər öz-özünə açılacaq. Valideyninlə münasibətlərdə biraz anlayış, səbir çox önəmli olacaq sizin üçün. Qohumların arasında kiçik söz-söhbətlər də ola bilər. Amma böyütmə. Evdə dəyişiklik, təmizlik, nizam, intizam qurmaq istəyəcəksən. Ruhsal bir təmizlənmə, ev enerjisinin təmizlənməsi olacaq. Dost çevrəndə seçim etməli ola biləcəksən. Hər kəs sənin dostun deyil. Bunu artıq açıq görürsən. Bəzi insanlar sənin səbrindən, yaxşı niyyətindən istifadə edir. Bax, qonşuda da səni sevməyən biriləri var, dedikodu edən var. Biraz kiçik söz-söhbətlər ola bilər, amma sakit qal sən. Sakit qaldıqca qalib çıxarsan. Sosial çevrəndə sənin fikirlərinə daha çox qulaq asanlar var.
kiməsə yol göstərə bilərsən. Bu həftə biraz, yəni tənhalığa üstünlük verəcəksən, tək qalmaq istəyəcəksən, biraz sıxıntı içində ola bilərsən, ruhi yorğunluq hiss edə bilərsən. Biraz bu axır vaxtlar biraz yuxusuzluq, biraz və ya halsızlıq, durmaq istəmirsən, sümük ağrıları, diz, bel nahiyəsində həssaslıq mümkündür. Hər şey özünü məcbur etmə. Sakit gəzintilərlə, meditasiya edərək öz bədənini, ruhunu yüngülləşdir əzizim. Bax, evin içində, ailə içində birilərinə arxanı çevirmirsən və ya o biriləri sənə arxanı çevirib, bəlkə də valideynindir, bəlkə də ailə içindən biriləridir. Güclənməyə güclənəcəksən. Bax, həyat yoldaşı özünə tərəf çəkərək tabe edirsən, ya burada bilməm, şirinlik yedizdirmirsən və ya nəsə vermirsən, biraz özünə tabe etmirsən. Artıq öz həyatın yoluna baxırsan. Artıq mən öz yolumla baxacam, öz həyatımı yaşayacam. Bir hamiləlik xəbəri sizi sevindirə bilər əzizim. Və ya çoxdan övlad gözləyirsiniz, övlad xəbəri sizi sevindirə bilər. Amma burada düşmənin var əzizim. Biraz diqqətli ol, ehtiyatlı ol ki, o düşmənin sənə zərər toxundurmasın. Birindən ürəyin çox qırılmış. Bir dostun sözü sənə çox dəymiş xətrivə. Birilərin fikirləşsən ki, barışacam ya barışmayacam. Sənə qarşı negativlər yollanmış əzizim. Biraz negativlər var sizə qarşı. Bir də gəminlə əlaqəli, gəmidə mi işləyirsiniz, gəminlə əlaqəli işləriniz ola biləcək və ya məzuniyyətdə idiniz, təzədən işinizə qayıda bilərsiniz və ya o işdən, gəmidən artıq işlənmək istəmirsən, çıxmaq istəyirsən, tələsmə əzizim. Bu dəqiqə çıxıb harada iş tapacaqsan ki, əzizim, işi bu dəqiqə çətindir. Bəlkə də yaşadığınız yerlərdə. Burada bir itkiniz var ki, bir itkiniz ola bilər. Biraz diqqətli olun. Ya oğurluq, ya bir itki ola bilər. Yəni buna da diqqət edin əzizim. Hər şeyi nəzarətdə saxlamaq məcburiyyətində deyiləm artıq. Yoruldum deyirsiniz. Bəzən buraxmaq, gözləmək, axına buraxmaq, güvənmək ən doğru qərardır görürsən. Sən güclüsən, amma gücünü sübut etmək üçün yorulmaq zorunda da deyilsən. Səbr et, səbr etdikcə, inanın, bu səbir də sizin bu həftənin açarıdır, siz oğlaqlara. Bax, bir nəzir mi demisiniz, bir qurbanlığınız var, bax, qurbanlığı kəstirəcəksiniz, bir ziyarətgaha gedəcəksiniz, 2 ziyarətgahı gəzəcəksiniz, bir neçə nəfər adamla, bəlkə də özünüz gedirsiniz, bax, dualar edirsiniz, əlinizi açıb Allaha çox dualar edirsiniz, o dualar sizə kömək ola biləcək, arxanda biriləri gizli bir iş görəcək, sən buna biləcəksən, dostlarından biraz özünü qoru, çevrəndən özünü qoru, bir də bir qadınla bir ortağım olmaq istəyirsən və ya bir qadınla bir sevgi aparırsan, gizli bir sevgi aparırsan, bəlkə də bu gecə tezə açılacaq əzizim. Bəzi alışqanlıqlarından çalış, uzaq olasan, üzr istəyirəm, içkidir, siqaretdir, meyillisən çox, çalış ondan uzaqlaş ki, bütün işlərini düzüb qoşa biləsən əzizim. Ruzunuz yavaş-yavaş gələcək, qaplarınız açılacaq, arzularınız var, bir şirkət mi açmışsınız və şirkətlə əlaqəli işlərinizi genişləndirmək istəyirsiniz, lakin bəzi məsələlərə görə durğunluqdur hələlik, amma çox nəzərlənmişsiniz, harasa gedib gələndən sonra bir məclisdirmi, bir yığıncaqdırmı, bir qonaqdırmı, qohum evinə, ondan sonra biraz nəzərlənmişsiniz, durğunluq var, bəzi işləriniz biraz çətin gedə bilər, amma o dəqiqə vaz keçmə hər bir niyyətindən, İnşallah ki, muradva çatacaqsan biraz səbirlə. Yenə dedim, səbir sizin həftənizin açarıdır əzizim. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.